İnsanları bundan nə kimi təhlükələr gözləyir? Bax, bir əlaqəsi varmı? Birinci inteqrasiya. Onsuz da qida terrorunu biz yaşayırıq burada. Və süni intellektin nə kimi rolu var bunda? Ümumiyyətlə, elmin inkişafı bütün sahələrə nüfuz eləyir. Burada inteqrasiya ilk baş verir səhiyyət sistemində, sağlamlıqla bağlı. Artıq robotlar var, nanorobotlar var. Uzaq məsafədən süni intellekt vasitəsilə dəqiq cərrahiyyə əməliyyatları aparmaq olur 0,1% saniyə gecikməklə. Yəni bu tibbi olaraq süni intellekt insan bioloji sistemini öyrənir, analizlər götürür, onun hətta neçə ildən sonra hansı xəstəliyə tutula biləcəyini və onun üçün hansı müalicələri ala biləcəyini, bunların hamısını göstərir. Qida sektoruna transformasiya gəldikdə də, əgər bu sağlam qüvvələrin əlində olarsa, burada da mümkündür. Məsələn, süni intellektdə bütün data bazasına yerləşdirmək olar ki, dünyadakı bütün qidaların, bitkilərin, məhsulların bütün kimyəvi tərkibi və insan orqanizmindəki mövcud vəziyyət, ona hansı maddələr ehtiyac var, hansı qidalarda bu neçə faizdir, nə qədər qəbul eləməlidir filan, necə, nə deyirlər ona, dietik qidalanma saxlaya bilər, hansı xəstəyə nə olar, nə olmaz. Onu belə təyin edə bilər. Mükəmməlliklə təyin edə bilər ki, biz dərmanlara ehtiyac olmadan insanı təbii məhsulların vasitəsilə sağlamlaşdırmaq mümkündür. Bu belə bir transformasiya ola bilər və yaxud süni intellekt qidaların tərkibinin hansı dərəcədə optimal olacağını göstərə bilər. Məsələn, genetik modifikasiya var, bu gün qidalara nəyə gəldi, genləri qarışdırır, aləmi qatırlar bir-birinə, bu fəsadlar verir. Amma süni intellekt elə hesablamalar apara bilər ki, hansı qidaları hansında necə yaratmaq, necə inkişaf elətdirmək, necə böyütmək, hansı şəraitdə, hansı iqlim tipində, hansı maddələr, hansı deyək ki, dərmanların, tarla dərmanlarının, gübrələrin iştirakı daha çox məhsul almaq olar. Yəni insanın faydasına, sağlamlığına xeyir verən sistemləri süni intellekt tətbiq edə bilər. Bu dəyişikliklər yəni çox sürətli baş verib. Yəni 20 il, 25 il böyük bir rəqəm deyil. Anlaşılmaz sual budur. Bəli, anlaşılır. İndi təsəvvür edin. İndi siz nə görürsüz? Bəs bundan sonraki Allah ömür versə bizə yaşasaq, yəni bundan sonraki 20-25 ildə nə dərəcədə nələr görsənir? Təsəvvür edin, məsələyə çox dərindən baxsaq, Homo sapiensin mövcud olması ən azı 200 min ildən bəri götürülür. Bəli. Amma bizə məlum olan tarix 5-10 min ildir. Yazılı tarix də 5 min ildir. 70 də deyirlər, nə bilim, yazılı tarix. Ondan əvvəlkilər şifahidir, o bilmək olmur. Bəli. Ancaq arxeoloji tapıntılarda təsəvvürlər yaranır. Aha. Deməli, son 1000 illərdə insan inkişafı daha çox ruhi, mənəvi tərəfdən davam eləyirdi. Məişət, həyat şəraiti, əmək alətləri, sadə ev tikilməsi, müxtəlif fəaliyyətlər, sənətkarlıq filan eyni qaydada davam eləyirdi. Bu hardasa bir 18-ci əsrə qədər belə davam elədi. Sonra buxar mühərrikləri, elektrikin filanın kəşfindən sonra ildırım sürətli bir inkişaf baş verdi. Yəni təsəvvür edin ki, uzun min illər eyni tempdə, eyni qaydada davam eləyən bəşəriyyət birdən 100 ilin içində ildırım sürətlə, kosmik sürətlə yeni texnologiyalara yiyələnmək, o sürətli dəyişikliklər baş verdi. Və bu yaxınlara qədər bu dəyişikliklər yenə də həzm olunacaq dərəcədə davam eləyirdi. Məsələn, keçən əsrdə radio, televiziya var idi. Bunlar tədricən yavaş-yavaş biz bunu həzm eləyə bilirdik. Yavaş-yavaş yeni şeylər çıxırdı. Amma elmi fantastik romanlarda baxırdıq, qalaktik səyahətlərə gedir, gələcəkdə insanlar video fonla danışırlar falan, bilirdik ki, bu da olacaq. Amma tədricən gedirdi. İndi son 10-20 ildə texnologiya saniyə-saniyə dəyişir, dəqiqə-dəqiqə dəyişir. O qədər sürətlə dəyişir ki, bunu həzm eləmək olmur. Rəqabətlə bağlıdır bu ölçmə. Bəli, burada birincisi ilkin proqramların, ilkin domino daşlarının tapılmasından bağlıdır. Hərəkətə gələndən sonra, ilkin kodlar tutulandan sonra onun üzərində davamlı sürət gedir. Əldə olan, məsələn, əvvəllər əldə vasitələr yox idi. Texniki, məsələn, alimlər bir təcrübə aparmaq üçün cihazları yox idi. Qurğuları yox idi. O zavod, fabrik yox idi onu düzəldəsi. Nə vaxt ki, bunlar elektrik kəşf olundu, bunlar düzələndən sonra bu inkişaf sürətləndi. Və gəldi, indi elə bir dövrə çatdı ki, İnsan maddi texniki elmin zirvəsinə doğru gedir. Amma bu paralel olaraq mənəvi ruhi elmləri arxa plana atır. Amma elmin inkişafından da nələr baş verir? Bax, ilahi dialektika sistemi var yaradılışda. Yəni hər şey ikiliklərin mübarizəsindən, vəhdətindən ibarətdir. Bu materialist elm son dövrlər inkişaf eləyir. Buna deyirlər texnogen era. Texnogen inkişaf getdiyinə görə mənəvi tərəf, ruhi tərəf zəifləyir. Qədim o ezoterik biliklər, qeyri-adi biliklər zəifləyir və texniki inkişaf baş verir. Burada da nəyə gətirib çıxardır? İnsan robotlaşmaya gedir, insan hissizləşməyə, duyğusuzlaşmağa gedir. Və elə bir dövr gələcək ki, biz bütün öz fəaliyyətimizi robotlara, süni intellektə həvalə edərək yalnız
düşünməklə məşğul olacaq. Deməli, əvvəllər materialist elm deyirdi ki, kainat yalnız maddədən ibarətdir. Sonra kvant fizikası filan inkişaf elədi. Dedilər ki, yox, maddə də yoxdur, enerjidir. Həqiqətən də maddə yoxdur, faktiki mövcud deyil. Enerjidir, fotonlardır filandır. Sonra məlum oldu ki, enerji də yoxdur. Çünki bunun nə forması, nə çəkisi, heç nə yoxdur. Burada artıq indi də deyirlər ki, düşüncədən ibarətdir kainat. Yəni enerjinin ölçüsü də informasiyadır. Ona görə 21-ci əsr informasiya əsri adlandırılır. Artıq bütün enerji informasiyadır. Deməli, informasiya enerjidir. Enerji maddəyə çevrilir, formalaşdırır ətrafımızdakı hadisələri. Deməli, bu süni intellekt bu informasiya bazası üzərindən modelləşdirməklə həm öz dünyamızı, həm kainatın quruluşunu, həm insanın bioloji sistemini əvəz edib, hətta süni insan yaratmağa da qadirdir. Bioloji olaraq yeni varlıqlar, yeni orqanlar yaradılır indi. Yəni bu o elə bir texnoloji inkişafa gedir ki, biz bunun həzm eləyə bilmirik bu elmdə baş verənləri, texnologiyada baş verənləri sadəcə təsəvvür eləyirik. Futuroloji kanalların göstərdiyi qrafik videolara baxanda adam heyrətə, dəhşətə gəlir ki, məsələn bir 30 ildən sonra necə bir dünya olacaq, 50 ildən sonra necə bir dünya olacaq. Amma bu qaçılmaz prosesdir. Əsas burada məqsəd odur ki, bu texnologiya, elm sağlam qüvvələrin əlində olsun. Belə olsa biz insanı sağlam, uzun ömürlü bir varlığa çevirərik. Bizim əvəzimizə texnika, robotlar işləyər və biz kosmik səyahətlərlə məşğul olarıq ən azı.